Herkese salam dostlar. Bugün yine de biraz fasileden sonra GeoGuessr videosu ile karşınızdayım. Bu defa Battle Royale Distance mesafəni tutuzdurmağı oynayacağım. Görək necə olur. Bildiyiniz kimi bu yaxınlarda artıq məktəbi də tutardım. Məzun olduq. Olsun daha yaxşı. Görək gələcəkdə nə edirəm. Hələ bu blotun ikinci cəhdini bir dənə yaxşı yazsam fisyo. Neyse bu lobby tam doldu. 3 saniye sonra oyun başlayır. Pişik de yanımda ve getdik. Bura Ərəbistan yarımadasına oxşuyur veya Afrika ölkəsi Senegalda da ola bilər. Biraz araşdıraq görək. Bura haradır? Ərəb dilli bir yerdir. Onu gördüm. Bu Fransız dildi bu deyəsən. Həm ərəbcə yazı gördüm, həm fransızca. Baxaq görək. Mənə elə gəlir ki, Senegal yaxşı seçimdir. Keçdik. Senegal deyil, bura Tunis imiş. Nəysə, 8-ci yer olduq, keçdik. Əsl 10-cu olmadıq. İngiliz 9 nəfər qaldı, görək bu dəfə nə edəcəyik. Bura Grenlandiya olar bura məncə. Antarktidadır. Pingvinlər var, Antarktidadır. İlk dəfədir ki, Antarktida görürəm bu oyunda. Maraqlıdır. Yəni buzlaqlar çox deyil. Ona görə də çox içərilərinə doğru getməyəcəm. Yəni seçim edəndə çox içərilərini seçməyəcəm. Biraz dəniz sahili yeri verəcəm. Elə burada dəniz də vardır hətta. Deyə buranı seçəcəm. İkinci yerdə. Bir gün Azərbaycanı da bu oyunda görmək maraqlı olardı. Yəqin ki görərik nə vaxtsa. Görməmiş olmarıq. Görək yaradı bura. Antarktida yarımadası. Yox. Biraz adaymış bura. Neyse, əsl 2'yi keçdik. Bu da qənimətdir. Görək bura haradır. Günəş şimaldan gəlir. Cənubi Amerika daha real gəlir mənə. Amma görək. Burada sadəcə ağaclarda maksimum landşaftdan nəsə tutmaq olar. Və ikinci yerdə əmələ ki 3 oldum, 4'ə düşdüm. Amma əsl 2 keçirik, yəni uduzmarıq bundan sonra yəqin ki. 5'ə düşdüm. Uduzmadıq əsl 2. Və Cənubi Amerikadır, bəli. Boliviya. Mən Çili, yox, mən Argentina seçmişəm. Düzdür, Çili seçmək istəmişdim, amma xəritəni böyütmədən seçmişdim deyə biraz deyri oldu. Nəysə, görək bura haradır. Avropa yeridir bura, 100%. Görək. Şemil Rastui nədir?
Bu İspaniyaya oxşur. Hələ ki çox uzağam. Son anda seçimimi dəyişdim və keçdim. Lüksemburqduymuş. Nəysə, yaxşı ki Fransaya dəyişdim. Yoxsa uduzacaqdım. 7 nəfərdən 6-cı kimi keçə bildim. Kıl payı durdurduq türklər demişkən. Görək buradan nəsə tapa bilərik. Avropadır yenə yəqin ki. Haradasa döşək təbiəti var. Darışıq meşələr. Orta Avropadan bir yer var. Daha çox Polşa kimi bir yer fikirləşirəm. Düzdür, Polşa Şərqi Avropadır. Nəysə, 166 kilometr fərqlə keçə bildik. Da yenə Lüksemburg düşdüyə. Yəni az fərqlə keçdim. 1092 kilometr aralıydıq. Nəysə, yenə zar-zor keçdim. İye İrlandiya. Все, tapdıq buranı. Nöqtə İE deyirsə, İE İrlandiyanın oldu. Necə ki bizdə nöqtə az deyirlər saytda, burada nöqtə İE'dir. Yedi kilometrlə birinci yerdəyim, 7 kilometr fərqlə. Yəni mənim seçdiyim yer 7 kilometr daha yaxındır buradakı yerə. İndi də ikinci yerə düşdüm. Bu dəfə 14 kilometr fərqlə geridəyim. Yaxın gedir. Ölkəni düz tapmışam, bundan əminəm. Çünki fərqləri də görürsünüz. 14 kilometr, 7 kilometr, 3'ə düşdüm. İkinci yer amma bəli, İrlandiyadır. Bura haradır? Killallo. Yox. Nəysə, çay qırağı bir yerdir. Son 4 nəfər. Bu Bavariya formasında, Bayern Münhen formasında görmüşəm əvvəllər. Nəsə əlaqəsi ola bilər bəlkə də Almaniya ilə. Gedək görək qarşıda nə var. Strada Aleru Matevici. Bura Almaniya deyil. Alman dili deyil bu. Strada Remetea. Seçtim bir yer. Yəni zar-zor keçdik. Da Rumıniya. Bu darışıq dildir biraz. Bu biraz Slavyan, biraz Roman dil qrupunun darışığı olan Rumıniya. Deyirəm də, həm o dildən var, həm Slavyan dilindən belə darışıqdır. Rumıniya belədir. Günəş cənubdan gəlir. Avropadır yenə, böyük ehtimal. Meşəlik bir ərazidən keçirik. Belə gedək, yoxsa belə? Düz gedək. Orada evlər də var, bəlkə nəsə eləyə bilərik. Velosipedçi biri var.
10 saniye. Şimali Avropadan bir yer olar. Ay uduzduq. Şimali Avropa değilmiş. İsveçrəymiş. Neyse. Ebio 3-cü olduq. Yenə də yaxşı nəticə qazandım deyə bilərəm. Düzdür, biraz güclənməliyəm oyunda, amma yenə də çox da pis nəticə olmadı. Növbəti videolarda yenə də çalışacağam qələbə qazanım, yenə yaxşı nəticələr əldə etməyə çalışacağam. Görüşənədək sağ olun, salamat qalın.